Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Mais Mirzəcanov adına Yuxarı Nüvədi Kənd Təmortu Ümumi Təhsil Məktəbi radio qovşağı efirdədir. Aparıcınız mən 5-ci sinif şagirdi Məmmədova Məlik. Bugün Azərbaycanda Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında külək oyadan çərşənbə, küləkli çərşənbə, yelli çərşənbə adı ilə də tanınan Yel çərşənbəsi 4 yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Qədim inanca görə Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. Sovrulmamış buğda götürənin oğlu ölər, xırman sovrulandan sonra ilk də buğda götürənin isə oğlu olar deyərdilər. Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yerləncəklərin qurulması və oğul uşağın qız gəlinin yerləncəklərdə yerlənməsidir. Deyilənə görə Yel çərşənbəsi əsrin külək təzə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar edir. İnanca görə Yel çərşənbəsində hava təmizlənir, 4 ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir. Ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün, küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. İlaxır çərşənbələrdən üçüncüsü və dördüncüsü ilə bağlı ziddiyyətli məqamlar da var. Bəzən yel və torpaq çərşənbələrindən hansının əvvəl olması mübahisə doğurur. Folklorşünas alim Azad Nəbiyev bu barədə tədqiqatlarında yazırdı ki, İlaxır çərşənbələrdən sonuncunun Yel çərşənbəsi olması daha çox dini inanclara söykənir. Çünki dini etiqada görə Allah yaradılış prosesində ən son olaraq hava, yel, yəni nəfəs ruhdan istifadə edir. İnsana ruhun verilməsi ilə o canlı varlıq halına gəlir. Lakin xalq inanclarına görə təbiətdə ən son oyanış torpağa aiddir. Torpağın oyanması ilə həyat yenidən dirçəlir. Yaşam prosesi təzələnir. Buna görə də İlaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü, sonuncu isə torpaq çərşənbəsi hesab edilir. Bu məntiqlə Yel çərşənbəsi yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su yaradılışı maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəti təkanverici statusunda çıxış edir. Yaradılış mifologiyasında torpaqla suya daha çox stabillik, yella oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılıb, canlı çevik bir varlıq kimi təsəvvür edilib. Bu təsəvvürlər daha çox Yel baba mifik obrazında cəmlənir. Bəzən Yel baba mənfi obrazda xatırlansa da, əksər hallarda müsbət obrazda özünü göstərir. Qədim inanclarda Yel dağının dadı keçir. İnsanlar ürəklərində hər hansı bir dilək tutub, o dağı ziyarət edir, nəzr niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzrini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Maraqlıdır ki, Yel baba ritual nəğməsində can üstü olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağa xahiş edir. Ola bilsin ki, ilkin inanclarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi İlaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı, Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir. Bayramınız mübarək. Efimizin dəyərli dinləyiciləri, bizi ayrılan efinin sonuna gəldik. Gələn buraxılışlarda görüşənədək sağ olun, salamat qalın.